dövlətidir. Şirvanşahlar dövləti Azərbaycanın şimalında yaranmışdır, düzdürmü? Uşaqlar, yaranmamışdan ümumiyyətlə mənşəyi ərəb mənşəlidirlər. Neçənci Məziyyədələr sülaləsindən idilər. Neçənci əsrdə ilk dəfə və harada qurulmuşdular öz hakimliklərini? Yox, 559-da. Yox, 8-ci əsrin sonunda harada qurmuşdular? Bərdə yarım müstəqil əmirlik yaratmışlar. Bərdədə yarım müstəqil əmirlik yaratmışlar, düzdürmü? Yaxşı, bir dənə də sual var. Bərdə yarım müstəqil əmirliyini yaratdılar. Yaradandan kim yaratmışdı bu arada? Yezid İbn Məziyyət, düzdürmü? Yezid İbn Məziyyət yaratmışdı. Tamam. Hakimiyyət ili yadınızdadır? 801-ci ilə qədər idi. Yezid İbn Məziyyət hansı hadisədən sonra Azərbaycan şimalında daha da möhkəmlənmiş oldu? Gəncəyə köçürülmüş. Paytaxtı yox, iqamətgahı. Uşaqlar, 859-cu. Tamam. Kim köçürmüşdü? Mən sənə demişdim, 3 dənə övladı var idi. Əsəd, Xalid və Məhəmməd. Məhəmməd köçürdü. Aha, Məhəmməd iyi nədir? 859 iqamətgahı Gəncəyə köçürdü. Tamam, Turan 859-cu ildə iqamətgahı Gəncəyə köçürəndən sonra nə baş verdi? Azərbaycanın nüfuzu artdı da, sonrasında nüfuzu artdı. Sonra Ki möhkəmləndi. Azərbaycanın şimalında daha da möhkəmləndi. Bəs dövlətin qurucusu kim idi? Heysam İbn Xalid. Yezid İbn Məziyyətin nəvəsi idi, düzdürmü? 861. Heysam İbn Xalid, düzdürmü? Onun nəvəsi Heysam İbn Xalid 861-ci ildə hansı titulu qəbul etmiş oldu? Şirvanşah titulu ilə 861-ci ildə dövlətin əsasını qoydu. İlk paytaxt şəhər hansı oldu? Şirvan şəhəri oldu. Bəs sonra necə dəyişdi? 918-ci ildə kim? Əbu Tahir hara köçürtdü? Şamaxı o dövrdə Şamaxı şəhərinin adı Yezidiyyə şəhəri idi. Bilirsiniz də, Yezidin adı ilə bağlı idi. Tamam. Ən ərazilərinin ən genişləndiyi vaxtlar hansı dövrə əsasında? Hansı əsrin? 10-cu əsrin 80-ci illərinə təsadüf edir. 10-cu əsrin 80-ci illərində hansı əraziləri birləşdirmişdi? Qəbələ, Bərdə, Şəki, Qərbə. Sonra Bərdə, Şabasaran, sonra Dərbənd. Dərbəndi bilirik. 988. Tamam. 900 Dərbənd 988-ci ildə. Sonra Şəki hakimliyi. Şəki hakimliyi, Tabasaran, Tabasaran, Sanariyə kimi ərazilər də birləşdirilmiş olmuşdur. Şirvanşahlar dövlətinin yaranmasının Azərbaycan tarixi üçün əhəmiyyəti. Qədim dövlətçi ənənələr birləşdirilmişdir. İlk ən uzun ömürlü müddətli feodal dövlət idi. 861-ci ildən hansı dövrümüzə qədər? 1538-ci ilə qədər idi. Sonra əhəmiyyəti, ən vacib əhəmiyyəti Azərbaycanda dövlətçilik ənənələri dirçəldi, bərpa olunmuş oldu. Sonra hansı şəhərlər şimalda öz əhəmiyyətini artırmış oldu? Tamam, Dərbənd, Şamaxı, Bakı, Şabran kimi ərazilərdə ticari baxımdan öz əhəmiyyətini artırmış oldu. Azərbaycanın ərazisi hardan hara qədər idi? Dərbətdən Kürçayına. Dərbətdən Kürçayına qədər Azərbaycanın hansı hissəsi? Azərbaycanın şimal-şərq hissəsini əhatə edirdi. Tamam uşaqlar, düzdür.